sən onun sevgilisi deyilsən. Sən onun ikinci anasısan. Yaxşı, mənəvi anasısan deyək. Sonra da şikayətlənirsən ki, niyə aramızda ehtiras yoxdur? Niyə məni əvvəlki kimi sevmir? Yatağımız niyə soyuqdur? Əlbəttə ki, belə olmalıdır. Hansı kişi öz anası ilə bir yatağa girər? Nə geyindi, nə yedi, bugün nə işlər görəcək? Görəsən, səhv etdiyi nüanslar hardadır, mən davamlı ona dəstək olum deyərək, sanki həyat yoldaşını düşünərək, ailənizi qorumaq adına qurduğun bu ünsiyyətin içərisində əslində davamlı bir uşağa anasını nəzarət etdiyi kimi nəzarət edirsən və artıq bir zamandan sonra yoldaşın səndən xəbərsiz yeməyini yemir. Hətta cütlənməmiş corablarını belə geyinmir. Çünki sən onun gözündə hər ehtiyacını yerinə yetirən bir qadın yox, artıq ana obrazındasan. Kişi məsuliyyət götürdüyü zaman kişi olur. Sən onun əlindən bütün məsuliyyət hissini götürdükdən sonra ondan etməli olduğu xarakterinə uyğun tələbləri edə bilmərsən. Kim ona ehtiyac duyursa, kim ondan maddi mənəvi nələrsə tələb eləyirsə, bu zaman kişi xarakterini daha çox ortaya qoymağa başlayır. Və davamlı ehtiyacları ödənilən kişi bir müddətdən sonra artıq səni qadın gözündə görməyəcək və səni yalnız davamlı ehtiyaclarını ödəmək üçün tələb eləyən, danlayan, davamlı narazı olan biri kimi görməyə başlayacaq. Və iş orasındadır ki, belə kişilər öz kişi tərəfini sübut etmək üçün mütləq ki, kənarda bir başqa qadınla da ünsiyyətə girəcək. Əgər həyatını dəyişmək, əsl qadınlığının nədə olduğunu bilmək istəyirsənsə, öz güvənini bərpa edib münasibətlərində doğru, düzgün yanaşmanı öyrənmək istəyirsənsə, o zaman ailə və münasibət terapiyasına yazılmaq zamanıdır.